Salsa ritmlərinin ateşində yanan, acı sosların dadında gizlənən və tekilanın sərxoşluğunda itib batan bir ölkədən danışacağıq. Bəli, söhbət Meksikadan gedir. Rəngarəng karnavalları, qədim Aztek irsi və təbii özəllikləri ilə cənnəti xatırlatsa da, bu ölkənin kölgəsində gizlənən çox ciddi reallıqlar da var. Dünyanın ən güclü narkotik kartelləri, qanlı cinayətlər və təhlükəli bölgələr. Meksika həm cazibədar və həm də qorxulu bir portret təqdim edir. Bu ziddiyyətli mənzərədə həm heyran qalacağınız, həm də suallar verəcəyiniz çox şey olacaq. Beləliklə, Meksikanın gizli üzünü birlikdə araşdıraq. Meksika, salsanı xatırladan acılı dadı, tekilanı xatırladan baş gicəlləndirici sərxoşluğu və içində saysız hesabsız gizli oyunlar olan bir ölkədir. Azteklər dövrünə qədər gedib çıxan tarixi ilə dünyanın ən qədim məskunlaşma yerlərindən biridir. Paytaxtı Meksiko şəhəridir və Şimali Amerikanın cənub hissəsində yerləşir. Bu torpaqlarda 120 milyondan artıq insan yaşayır və ölkə 10 min kilometrdən çox sahil xəttinə sahibdir. 1500-cü illərin əvvəllərində İspanlar tərəfindən işğal edilərək uzun müddət istismar olunan Meksika bu səbəbdən də İspan dilinin ən çox danışıldığı ölkələr sırasındadır. Geniş çimərliklərə, sıx meşələrə və geniş səhralara malik olan bu ölkə turistlərin getmək istədiyi populyar marşrutlardan biri olsa da, Meksikaya yollanmadan əvvəl bəzi təhlükələri gözə almaq lazım gəlir. Çünki bu ölkə dünyada ən kriminal və ən təhlükəli cinayət şəbəkələrindən birinə ev sahibliyi edir. Elə vəziyyət gəlib çatıb ki, bəzi hallarda polis və ordu belə bu dəstələrə qarşı durmaqda aciz qalır. Meksikanın bu qaranlıq üzü müxtəlif beynəlxalq platformalarda işıqlandırılır və təhlükənin miqyası dolayısıyla ictimaiyyətə çatdırılmağa çalışılır. Xalq arasında kartel adı ilə tanınan bu cinayətkar qruplar əsasən qadağan olunmuş maddələrin alveri olmaqla bir çox qanunsuz fəaliyyəti idarə edir və bu proseslər cəmiyyətə ciddi zərər verir. Onlara qarşı çıxmaq istəyən şəxslər isə tərəddüdsüz şəkildə aradan götürülür. Elə hər il minlərlə insan kartellər arasında baş verən qarşıdurmalarda ağır şəkildə zərər çəkir. Dövlət isə heç olmasa turistləri bu hadisələrdən uzaq saxlamaq üçün bəzi bölgələrə giriş-çıxışı tamamilə qadağan edib və təhlükəsizlik sədləri qurmuşdu. Çünki əvvəllər bu kimi tədbirlərə laqeyd yanaşıldıqda ölkəyə gələn turist sayında kəskin azalmalar müşahidə olunmuşdu. Qısası, Meksika dövləti üçün vəziyyət heç də asan deyil. Belə ki, dünyanın ən təhlükəli 50 şəhərindən 10-unun Meksika ərazisində olduğu güman edilir. Bəs bu kartel deyilən qeyri-qanuni qruplar necə oldu ki, bir virus kimi bütün ölkəyə yayıldılar və nəzarəti ələ almağa başladılar? Təxminən 100 il əvvəl Amerika Birləşmiş Ştatları Meksika sərhədində narkotik qaçaqmalçılığı ilə məşğul olan dəstə üzvləri zaman keçdikcə birləşərək güclü və təhlükəli cinayət şəbəkələrinə çevrildilər. Bu qruplar o qədər amansız formaya düşdülər ki, indi dünyanın bir çox mafiyasından və qeyri-qanuni təşkilatından daha qorxulu bir gücə sahibdilər. Bu dəstələrin tərkibində keçmiş hərbçilər və hətta sabiq polis əməkdaşları da yer alır və silah istifadəsində son dərəcə peşəkardılar. Onların bu qədər uzun müddət məhv edilə bilməmələrinin əsas səbəblərindən biri isə bir nəfərlik lider sisteminə əsaslanmamalarıdır. Yəni, rəhbər şəxslərdən biri sıradan çıxarıldıqda onun yeri dərhal doldurulur və mexanizm işləməyə davam edir. Onlar adətən özlərinin əsl adları ilə yox, gizli kod adları ilə tanıdırlar. Əgər bir kartel üzvü polisə məlumat ötürsə və ya dəstədən ayrılmaq istəsə, onu ağıl sarsıdıcı dərəcədə amansız işgəncələr gözləyir. Kartellər elə arsenal toplayıblar ki, Amerika Birləşmiş Ştatları kəşfiyyat hesabatlarına əsasən onların silah-sursat ehtiyatları Meksika ordusunun inventarından belə üstündür. Bu qədər güvənlidirlər ki, bəzi bölgələrdə insanlara küçəyə çıxma qadağası belə tətbiq edə bilirlər. Həmin bölgələrdə yaşayan əhali isə təhlükəsizlik təminatı olmadan, çıxış yolu tapmadan, nə deyirlərsə onu yerinə yetirməyə məcbur qalır. Meksikada yaşayırsınızsa, hansı şəhərdə olursunuzsa olun, bir gün məhəlləniz bu kartellərin hücumuna məruz qala bilər və həm maddi, həm mənəvi zərər görə bilərsiniz. Kartellərin bu qədər qüdrətli hala gəlməsinin əsas səbəbi isə narkotik bazarında əldə etdikləri yüksək gəlir faizləridir. Məsələn, adını bəlkə də bir serial platformasında yayımlanan filmlərdən eşitdiyiniz El Chapo Meksika mənşəli bir kartelin başçısı idi.
elə bir dövr olmuşdu ki, Amerika Birləşmiş Ştatları hökuməti onu dünyanın ən təhlükəli və uzaq durulmalı adamı kimi xarakterizə edirdi. Interpol da onu intensiv şəkildə axtarırdı və o bir neçə dəfə həbsxanadan qaçmağa nail olmuşdu. Nəhayət, 2016-cı ildə yaxalandı və ömürlük həbs cəzasına məhkum edildi. Bununla da həmin bölgədə yaşayan insanlar bir qədər rahat nəfəs ala bildilər və Meksika daha yaşamalı bir ölkəyə çevrilmək yolunda addımlamağa başladı. Amma etiraf etmək lazımdır ki, Meksikada bəzi hərbçilər və polis əməkdaşları aldıqları yüksək rüşvətlər səbəbilə bu cinayətkar qruplara qarışmaq istəmirlər. Buna görə də kartellərin tamamilə aradan qaldırılması bu gün olduqca çətin görünür. Ola bilsin ki, bu təşkilatların bu qədər sürətlə böyüməsinin əsas səbəblərindən biri də ölkədə gəlir bölgüsündəki bərabərsizlik və siyasi liderlərin öz maraqlarını xalqın problemlərindən üstün tutmalarıdır. Təəssüf ki, bu yanlış sistemlərin əvəzini yenə də günahsız Meksika vətəndaşları ödəməli olurlar. Necə ki, bugün bəşəriyyətin inkişaf etmiş ölkələri dövrünü qabaqlayaraq yaşayır, Meksika isə belə hallara görə 2025-ci ili belə geridən izləyən ölkələr sırasında qalır. Amma bunu da vurğulamaq vacibdir ki, qeyd olunan mənfi hadisələr ölkədəki gündəlik həyatın cəmi 5%-ni belə təşkil etmir. Hətta Meksika insanları mədəniyyətləri və həyat tərzləri baxımından bizə çox bənzəyirlər. Məsələn, əgər kimsə sizi qonaq kimi dəvət edibsə, getdiyiniz məkanda hesab ödəməyiniz yol verilməz sayılır. Yəni yerli əhali olduqca mehriban və qonaqpərvərdir. Bundan əlavə, Meksika xalqı acı soslara böyük maraq göstərir. Tortilla və taco kimi yerli dadları əsasən acı soslarla yeyirlər. Qarğıdalı onların əsas qida məhsuludur və tekila içkisinə inanılmaz dərəcədə alüdədirlər. Meksika elə Braziliya kimi karnavalları ilə də məşhurdur. Bu rəngarəng və əyləncəli karnavallar 1868-ci ildən bəri hər il fevral ayında keçirilir. Bu tədbirlərdə ortalama 200 min insan musiqi və rəqs sədaları altında şənlənir. Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə Meksikadakı turistik bölgələr müasir dövrə sürətlə uyğunlaşa bilib. Ölkə sözün əsl mənasında təbii gözəlliklərlə doludur və yerli sənətkarların əl işi ilə hazırladıkları suvenirlər göz oxşuyur. Əhalinin böyük əksəriyyəti katolik dininə etiqad etsə də, qədim ənənələrə sadiq qalan ata-babalarının paqan inancına hörmət göstərən əhəmiyyətli bir qrup da var. Hətta bu inanclara bağlı olaraq ölülərin anıldığı xüsusi dini mərasimlər də keçirilir. Bu mərasimlər zamanı insanlar üzlərini boyuyur və skelet maskaları taxırlar. Bundan başqa, Meksikada LGBT hərəkatı da açıq şəkildə görünür. Yəni, bu ölkədə eyni cinsdən olan şəxslərlə rəsmi nikaha girmək qanunidir. Əgər Meksikalı bir dostunuz varsa və onunla görüşsəniz, sizi səmimi şəkildə qucaqlayıb hər tərəfinizdən öpə bilər. Sonda qeyd etmək yerinə düşər ki, Meksikalılar özlərini Azteklərin varisləri hesab edirlər və xalqın bir hissəsi mədəniyyətlərində bu qədim sivilizasiyanın izlərini yaşadır. Bəziləri isə zorakılığa meyilli bəzi insanların bu mədəniyyətdən qaynaqlandığını düşünür. Bütün təhlükələrə baxmayaraq, Meksika mütləq görülməsi gərəkən ölkələrdən biridir. Hətta ora köçən bəzi şəxslər bildirirlər ki, Meksika sandıqları qədər qorxulu deyil və alıcılıq qabiliyyəti, sabitlik və həyat şəraiti dünyanın bir çox ölkəsindən daha yaxşıdır. Amma yenə də Meksikaya gedərkən dost qrupunuzdan ayrı düşməməyə çalışın. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanalıma abunə olun. Növbəti videoda görüşənədək. Sağ olun.